Milli mətbəximizin ən çətin halvasıdır deyərdim. Nə qədər yaşlanmamışam, mən də hazırlayıb özümü sınamalıyam deyib və işə başladım. Buğdanı bir gün saxlayıb səməni tökürəm. Qaranlıq yerdə 4 gün saxlayıb yaşıllaşmamış suyunu çəkirəm. Əgər yaşıllaşarsa halva acı olar. Çəkilmiş səməni suyunu su ilə durulayıb süzüb yumşaq bir xəmir yoğururam. Əgər xəmir bərk olarsa, halva da bərk olar. Onu da qeyd edim ki, bu halva üçün qara undan istifadə etməyiniz daha məqsədə uyğundur. Tavaya duru yağ əlavə edib vamodda aramlı şəkildə qarışdırıram. Diqqətli olaq qazmağı bərk olmasın. Çətin mərhələsi də elə budur. Getdikcə rəngi tündləşir. Rəngindən hazır olduğu bəlli olur. Hazır olduqdan sonra qoz ləpəsi, ədviyyatlar və şəkər tozunu əlavə edib yaxşıca qarışdırdım. Ədviyyat olaraq sarıkök, muskat, hil, istiot, raziyana istifadə etdim. Yumru forma verib üzərinə qoz ləpəsi batırdım. Əsasən Gəncə halvasıdır deyirlər. Biz Quballar da hər il mart ayında mütləq hazırlayırıq. Nənələrimizdən bizə miras qalan bu səbr imtahanını bizə də davam etdirməyi düşünürük. Sonda isə videonu bəyənib məni dəstək üçün səhifəni izləməyi unutmayın. Allaha əmanət olun.